şef milyonlar bu günleri çok dadlı. Görünüşü de ay düştü. Görünüşü de çok güzel. Dadı da muhteşem. Piçeni hazırladık. Bir yumurta əlavə edirəm, ağlı, sarılı. Üzərinə şəkər pudrası əlavə edirəm, 100 qram. Yaxşıca qatışdırıram. 120 qram əridilmiş kərə yağı əlavə edirəm. Daha sonra un əlavə edirəm. Unu hissə-hissə əlavə edirəm. Onu da qatışdırıb və qabartma tozunu əlavə edirəm. Unun hamısını əlavə etmirəm. Yarısını saxlayıram, qatışdırıram. Xəmiri 2 hissəyə bölürəm. Həmin bir hissəsinə ununla yenə də əlavə edib qatışdırıram. Xəmir halına gətirirəm. Bu şəkildə olmalıdır. Xəmir ələ yapışmamalıdır. İkinci hissəsinə də kakao qatıram və un yenə əlavə edirəm, qatışdırıram. O da bu şəkildə olmalıdır. Xəmirlər hazır oldu. Rulet şəklində belə vururam. Kim istəsə içinə darçın əlavə edə bilər. Mən darçından şəkəri bir yerdə üyütdüm, elə əlavə eləmişəm. Belə bu şəkildə. Bunu da bunun belə üzərinə. Belə. Bunu bölürəm 2 yerə. Görünüşü, içinin görünüşü belə olur. Vilkayla izlər qoyuram. Bunları belə-belə bölürəm. Belə. Asta-asta götürürəm. 180 dərəcədə 15-20 dəqiqəyə hazır olacaq. Aparaq bişirək. Dadı çox gözəldir. İstəsəz şirinisini əlavə edə bilərsiniz. Mən 100 qram əlavə etmişdim. Kim istəsə daha çox əlavə edə bilər. O ağız dadına görə. Amma o qədər maraqlı piçenidir. Ağızda dişləyəndə yox olur. Çayla içilsəm tam yox olar. Yəni sizinlə paylaşmaq istədim. Həqiqətən də dəyər hazırlamağa. Siz də hazırlayın, çox bəyənəcəksiniz. Nuş olsun. Bitti balam. Qışım. Amile, nerede? Bilemde. Ne olmuştu? Babama ne olmuştu?